Salam dostlar. Bugün idman dünyası hakkında çox insanın bilmədiyi, sizi şoka salacaq 10 faktı təqdim edirəm. Hazırsınızsa başladıq. 1. Futbol topunun sürəti. Dünyada qeydə alınan ən sürətli futbol zərbəsi saatda 211 kilometrə çatıb. Bu, magistral yoldakı maşınlardan 2 dəfə sürətlidir. 2. Olimpiya qızıl medalları. Əslində Olimpiya qızıl medallarının böyük hissəsi gümüşdən ibarətdir. Onların tərkibində cəmi 6 qram əsl qızıl var. 3. Golf topundakı çuxurlar. Bir golf topunun üzərində orta hesabla 336 dənə kiçik çuxur var. Bu çuxurlar topun havada daha uzağa uçmasına kömək edir. 4. Michael Jordan'ın qazancı. Əfsanəvi basketbolçu hər il hələ də ayaqqabı satışından milyonlarla dollar qazanır. Bu, onun bütün karyerası boyu aldığı maaşdan daha çoxdur. 5. Ən qədim idman növü. Güləş dünyada məlum olan ən qədim idman növüdür. Fransadakı mağara rəsmlərində 15.000 il əvvəl güləşən insan təsvirləri tapılıb. 6. Tennis toplarının rəngi. Əvvəllər tennis topları ağ rəngdə idi. Lakin televiziyada tamaşaçıların topu daha rahat görməsi üçün 1972-ci ildə rəngi sarıya dəyişdirildi. 7. Boks əlcəkləri. Boks əlcəkləri əslində boksçuları qorumaq üçün deyil, onların zərbələrini daha ağır etmək və əllərinin sınmasının qarşısını almaq üçün yaradılıb. 8. Şahmat idman növüdür. Bəli, Beynəlxalq Olimpiya Komitəsi şahmatı rəsmi idman növü kimi tanıyır. Çünki şahmat yüksək zehni dözümlülük və strategiya tələb edir. 9. Dünyanın ən çox izlənilən yarışı. Dünya kuboku finalı hər dəfə milyardlarla insan tərəfindən izlənilir. Bu, yer kürəsi əhalisinin demək olar ki, yarısı deməkdir. 10 üzgüçülərin təri. Bir üzgüçü hovuzda məşq edərkən çoxlu tər tökür. Amma biz bunu suyun içində olduqları üçün görmürük. Onlar hər saatda yarım litrə qədər tər itirirlər. Bu idman faktlarından hansı sizi daha çox təəccübləndirdi? Şərhlərdə yazın və bu kimi maraqlı videoların davamı üçün kanala abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər. Hədəfimiz 4000 abonedir, dəstək olan hər kəsə təşəkkürlər. Əgər bu video çox sevilsə part 2-si gələcək.